Deyilənə görə Barcelona bu gecə meydana Madridin 15 Çempionlar Liqası kubokuna cavab olaraq özlərinin 15-ci Super Kubok hədəfini simvolizə edən Avro ilə çıxır. Bu açıq-aşkır Madridə meydan oxumaqdır. Videomu bəyənməyi unutma. Klasiko başlamazdan əvvəl Hansi Flick elə bir səhvə yol verdi ki, bu Barcelonaya baha başa gələ bilər. Xabi Alonso isə puskuda dayanan bir dahi kimi bu fürsəti dərhal dəyərləndirdi. Döyüşdən əvvəl kubokun yanındakı o mənzərəni gördünüz. Bədən dili hər şey deyirdi. Amma əsl bombanı Flick mətbuat konferansında partlatdı. Karyerasında heç vaxt final uduzmayan Flick'in həddinin artıq arxayınlığı onu ələ verdi. Penaltilərə hazırlaşmısınızmı sualına verdiyi xüsusi heç nə etməmişik cavabı hər kəsin beynində sual işarəsi yaratdı. Doğrudan mı haqsızlıqsızdılar? Yoxsa bu bir hilədir? İndi Courtois artıq otağına qapanıb, Barcelonçuların hər bir addımını, hər bir zərbə trayektoriyasını mikroskopla analiz edir. Sizcə, Flick'in bu rahatlığı dahi bir planın hissəsidir, yoxsa böyük bir rüsvayçılığın başlanğıcı?